Hər kəsə salam. Bu vloqda Şəkidə son 3 günümü necə keçirdiyimi sizinlə bölüşəcəm. Bu şəhəri təsadüfi seçməliyik. Çünki Şəki Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biridir və çoxdan ora getmək istəyirdik. Şəkiyə gedərkən yol üstü İsmayılda səhər yeməyi etdik. Açığı hamımız çox az idik, ona görə bu çox yerinə düşdü. Yeməkdən sonra isə yolumuzu davam etdik və artıq Şəkiyə çıxandan sonra otelə gedib yerləşdik. Biz Marxa otelə yerləşmişdik və əşyalarımızı qoyandan sonra çox gözləmədən çölə çıxdıq. Çünki otelin ərazisində hər gün açıq havada kiçik və zövqlü tədbirlər keçirilirdi. Novruzla əlaqədar olaraq ilk gün müxtəlif milli şirniyyatlar təqdim olunurdu. Günün davamında otelin daxilində yerləşən restoranda nahar etdik. Nahardan sonra isə biraz istirahət edib otelin ətrafında qısa bir gəzinti etdik. Hər şey çox sakit və rahat bir ritmdə keçirdi. Daha sonra yenidən otelin daxilinə keçdik. İçəridə isə tam fərqli bir atmosfer var idi. Divarlarda müxtəlif şəkillər, milli motivlər diqqət çəkirdi. Gəldikcə detallara baxmaq və ümumi ab-havanı hiss etmək çox xoş idi. Günün sonunda yenidən otelin restoranı olan Marxala axşam yeməyinə getdik. Yeməkdən sonra isə biraz çay içib dincəldik. Daha sonra otağa qayıdıb makyajımı sildim və günü yavaş-yavaş tamamladım. Açığı bu istirahət mənim üçün çox yerinə düşdü. Yanvarda semestr imtahanları var idi və o dövr biraz yorucu keçmişdi. Fevralda isə hava çox soyuq olduğu üçün nə düzgün gəzmək, nə də harasa getmək mümkün olmuşdu. Ona görə də bu səfər mənim üçün sanki gecikmiş bir istirahət oldu. İkinci gün daha sakit və rahat başladı. Çox vaxt itirmədən hazırlaşıb günə davam etdik. Daha sonra otelin ətrafında yerləşən Marxal gölünə getdik. Orada biraz gəzdik, göldə üzən ördəkləri izlədik və ümumilikdə çox xoş, sakit bir vaxt keçirdik. Sonra isə otelin daxilində yerləşən bowling salonuna getdik. Əvvəlcə biraz çətin oldu, çünki uzun müddətdə oynamırdım. Amma getdikcə uyğunlaşdım və oyun daha maraqlı keçməyə başladı. Daha sonra oteldən çıxıb Kişalban kilsəsi istiqamətinə yollandıq. Bura Azərbaycanın ən qədim və tarixi məkanlarından biri hesab olunur və Qafqaz Albaniyası dövrünə aid olduğu deyilir. Kilsənin daxilində və ətrafında müxtəlif tarixi qalıqlar və eksponatlar qorunub saxlanılır. Oranı gəzərkən insan sanki keçmişə qayıdır. Hər detalın öz hekayəsi var. Daha sonra Mirzə Fətəli Axundzadənin ev muzeyinə getdik. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının və maarifçiliyin ən önəmli simalarından biri hesab olunur. O, yazıcı, dramaturq və mütəfəkkir olub. Muzeydə onun yaşadığı mühit, şəxsi əşyaları və dövrünü əks etdirən müxtəlif eksponatlar qorunub saxlanılır. Otaqlara gəzdikcə insan sanki onun həyatına daha yaxından baxa bilir. Qeyd edim ki, o vəfat etdikdən sonra Tiflisdə dəfn olunub, amma buna baxmayaraq onun irsi Azərbaycanda çox böyük dəyər daşıyır. Bu gəzintilərdən sonra gün daha sakit və rahat bir tempdə davam etdi, şəhərdə nahar etdik, biraz vaxt keçirdik və sonra yenidən otelə qayıtdıq. Otelə qayıdandan sonra biraz dincəldik, çay içdik və sadəcə günün yorğunluğunu çıxartdıq. Belə anlarda heç nə etmədən oturmaq belə insana yaxşı təsir edir. Axşama doğru yenidən hazırlaşıb şam yeməyinə getdik. Gün ərzində çox gəzdiyimiz üçün artıq hər şey daha sakit keçirdi. Axşam isə yenidən otelə qayıtdıq, çay içdik və günü yavaş-yavaş tamamladıq. Bugün kifayət qədər dolu və maraqlı keçdi. Həm yeni yerlər gördük, həm də sadəcə vaxtın necə keçdiyini hiss etmədik. 2 fərqli məkanı ziyarət etdik və hər biri özünə məxsus yadda qaldı. Sabah isə artıq geri qayıdırıq. Ona görə bu günü belə sakit və xoş bir hisslə bitirirəm. Səhər 3-cü günə sakit şəkildə başladıq. Bu dəfə artıq yola çıxma vaxtı yaxın idi və gün biraz daha yüngül hiss olunurdu. Oteldən ayrıldıqdan sonra Şəkidə son dəfə biraz gəzmək qərarına gəldik. Daha sonra Şəki Xan Sarayın ətrafına getdik. Orada sarayın ümumi ərazisini gəzərkən şəbəkə üsulu ilə hazırlanmış pəncərələr və onların üzərindəki rəngli işıqlar çox diqqət çəkirdi. Həmçinin ətrafda satılan əl işləri və bəzəklər də məkanın ab-havasını daha maraqlı edirdi. Ümumilikdə bu yer səfərin ən yadda qalan hissələrindən biri oldu.
Daha sonra nahar edib, çay içdik və artıq yola düşdük. Ümumilikdə bu səfər mənim üçün çox xoş keçdi. Ümid edirəm ki, bu vlog sizə də maraqlı oldu. Sona qədər baxdığınız üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik.